Əzələlərin əriməsi, əzələlərin arıqlaması. Bu simptoma atrofiya deyilir. Əzələ atrofiyası əslində çox ciddi bir əlamətdir və buradan sizə bunun əsas səbəblərini sadalayacağam və əgər sizdə yaxınlarınızda başlayan əzələ əriməsi, əzələ atrofiyası varsa, çox diqqətli olmaq, vaxtında və tez nevroloqa müraciət etmək lazımdır. Əzələ əriməsi, əzələ atrofiyasının əsas səbəblərindən biri həmin əzələni qidalandıran sinirlərin ölməsi ola bilər. Və sinir ölməsinin əsas səbəbləri nədir? Azərbaycanda və dünyada əsas səbəblər içərisində birinci növbədə çox ağır şəkərli diabetdir. Ağır şəkərli diabet sinirlərin ölməsinə və tədricən inervasiya elədiyi əzələlərin əriməsinə səbəb olur. İkinci səbəblərdən biri gecikdirilmiş tunel sindromlar. Yəni əgər xəstədə dirsək, çiyində, biləkdə sinir sıxışması varsa, xəstə həkimə müraciət eləmirsə, dözür, ağrı kəsicilər qəbul edirsə, müəyyən müddətdən sonra o sinir zədələnməyə və ölməyə başlayır və nəticədə onun qidalandırdığı, inervasiya elədiyi əzələlər arıqlayır. Əl arıqlaya bilər, qol arıqlaya bilər və bu artıq bir çox hallarda geriyə dönməyən bir vəziyyətdir. Və digər bizim çox qorxduğumuz və çox belə deyək də titizliklə yoxladığımız müayinələrdən biri isə bu əzələ əriməsinin degenerativ xəstəliklər nəticəsində yaranmasıdır. Yəni ALS dediyimiz bir xəstəlik, hansında ki sinirlər, onurğa beyni sinirləri getdikcə ölməyə başlayır və pasiyentdə aşağıdan yuxarıya doğru tədricən əzələlərin arıqlaması və hərəkətlərin itməsi yaranır. Odur ki, diqqətli olun, əgər bu əlamətləri hiss eləyirsinizsə, erkən mərhələdə müraciət etdikdə müəyyən dərman və müalicələrlə bu prosesi ləngitmək mümkündür. Əsas məsələ isə odur ki, düzgün diaqnostika etmək lazımdır. Əsas səbəbi tapmaq və bu cür əzələnin geriyə dönməz zədələnmələrinin qarşısını almaq mümkündür.